Məktəbdə tarix dərsi gedir. Müəllim sinfin ən tənbəl şagirdini lövhəyə qaldırır. Çox sərt şəkildə soruşur. Məmmədov, de görüm, Bastiya qalasını kim götürüb? Uşaq qorxudan titrəyir, ağlaya-ağlaya deyir. Müəllim, vallah mən götürməmişəm. Bizim uşaqlardan da götürən olmayıb. Bəlkə paralel sinfin uşaqları götürüb. Müəllim dəli olur. Əsəbindən qızarır, dərhal uşağın atasını məktəbə çağırtdırır. Atası gəlir, belə yoğun, qızıl zəncirli, biznesmen bir dayı. Müəllim şikayət edir. Ay atası, bu nə uşaqdır böyütmüsüz? Tarix dərsidir. Soruşuram ki, Bastiya qalasını kim götürüb? Bu da mənə ağlayır ki, vallah mən götürməmişəm. Bu nə biabırçılıqdır? Ata bir müəllimə baxır, bir uşağa. Əlini qoyur müəllimin çiyninə, sakitcə deyir. Müəllim, siz canı əsəbiləşməyin. Uşaqdır da, əgər boynuna almırsa, deməli götürməyib. Amma birdən götürübsə də, söz verirəm evdə baxaram. Əgər ondadırsa, oynadıb gətirib qoyar yerinə.